Şöytəli 18 lari, çələm 12 lari, gilas 20 lari, ərik 10 lari, şöytəli 10 lari, Göycə Sultan 5 lari. Pomidor da gündə bir qiymət olur aha. Xiyar 1.50-yə var, 2-yə var, pomidor 3-yə var, 3 yarıma var. Kartop 1.50-dir. Kələm 1.50, zərbə 2 lari. Belə qiymətlərin baha olması satçı olaraq sizə nə kimi təsir göstərir? Vallahi elə insan var, alan bilmir. Belə ziyanı var. Bir baxa-baxa çıxıl gedir. Şiyaləm 15 manat, 10 manat, hər qiymətə var. 50 manat, 8 manat, 7 lari baha. Bəs tələbat varmı? Alıcılar gəlib alırlar mı? Yoxsa Məcbur olan alır, olmadı olan verir. Baxır gedir. Şiyaləm 10 lariyə, şaftəli 6 lariyə, ərik 3 lariyə. Nancərə baha alırıq, baha satırıq. Ucuz alırıq, ucuz satırıq. tələbat varmı? İnsan varmı? Başdan bax ayağa gör varmı? İndi bizim özümüzün hər halda əlimizdə yoxdur ki. Bunlar qıraqdan gələnlərdir. Ona görə də qiymətlər normaldır. Yerli malda, məsəl üçün, qış sezonunda yenə normal qiymətə satılır. Satçılar da bu il mövsümə görə meyvələrin, xüsusilə də gilasın, hüşnənin daha baha olduğunu bildirdilər. Məhsul az, qiyməti isə digər illərə nisbətən yuxarıdır.